Salam əziz yoldaşlar. Deməli bu sualları izah edirəm. Birincisi az öncəki bu videodan əvvəlki videoda 134-ün izahını vermişəm. İndi isə 135-in izahını verirəm. Deməli deyir ki, eyni şəbəkədə olan iki qovşağın IP ünvanları 211, 115, 61, 154 və 211, 115, 59 və 137-dir. Şəbəkə maskasının soldan 3-cü baytının mümkün olduğu ən böyük qiyməti tapın, göstərin. Baxın, iki dənə qurğumuz var, iki dənə qovşağımız var. 211, 115, 61 və 154. 211, 115, 61 ve 154. Yok 61, 154 yok. İkincisi 59, 137'dir. 59, 137. Ne edirik biz burada? Bax, eyni şəbəkədədirlərsə bunlar, deyir, bax, eyni şəbəkədə olan deyir də bizə. Eyni şəbəkədədirlərsə bunlar, deməli şəbəkənin bir dənə ünvanı var da, bir ünvana aiddir bunlar. Və bu şəbəkənin də, bax, fikir verin, bu qurğuların ikisinin də kökü eynidir. Bu qovşaqların. 211, 115, 211, 115. Şəbəkənin də şəbəkə ünvanı da belə olacaq. 211, 115 ilə başlayacaq. Və burada fərqlilik 3-cü baytdan başlayır. 3-cü baytdan başlayır. Və biz məhz 3-cü baytı, yəni soldan 3-cü baytları müqayisə edirik. Nə edirik? Yəni bu tip suallarda 61 və 59-u, yəni bu baytları ikili say sisteminə keçirdirik. Bax, bir tərəfdə 61-i keçirdirəm ikili say sisteminə. 61, mən bunu 32 üstə gəl 16, üstə gəl 8, üstə gəl, deməli, neçə oldu? 48, 56, üstə gəl 4, üstə gəl 1 kimi yaza bilərəm. Bu zaman alınır 1, 1, 1, 32, 16, 8, 4, 1. Bir dənə burada 2 olmalıydı, olmadığına görə yerinə 0 yazıram və 1. Deməli, 61 oldu, neçə? Bu cəmi artıq bizə lazım deyil. 61 oldu. 1, 1, 1, 1, 0, 1. Bu bizim 61'imiz. Sonra 59'u da yazıram buradan. Yine bunu 32 üstə gəl 16, üstə gəl 8. Yerdə qaldı 3 dənə. Onu da 2 plus 1 kimi yazıram. Deməli necə gedir? 1, 1, 1. 4 yoxdur, yerinə 0 yazıram. 2 var, 1, 1 də var, 1. Vəssalam, bu da 59-un ikili say sistemində yazılışı və keçirdirəm bunu da yuxarı. 0, 1, 1. Düz oldu da, ha? Yoxsa yox. 3, 6, yox. 1'i artıq oldu. Bunun 1'i artıq oldu. Bax, bu artıq oldu. Hə. İndi düzdür. Hə. İndi 61 və 59-u ikili say sisteminə keçirdəndən sonra biz maskanı axtarırıq da. Dedik ki, maskanın, ümumiyyətlə IP ünvanın bir baytı, bir bayt deyirik ağzımıza. Yəni bir okteti, bir bayt yer tuttuğuna görə biz buna bayt deyirik. Bir baytda 8 bit. Amma burada görürük ki, 6 bit var arasında. Və bunları 8 bitə tamamlayırıq. Qarşısına 0 yazırıq ikisində. Qarşısına 0 yazandan sonra gəlirik bunları alt-alta yazıb müqayisə edirik. 0, 0, bax 0, 0. Sonra 4 dənə 1 və 0, 1. Bu oldu bizim 61'imiz. Bak 61'imiz. Sonra 59 yazıram bura. 59 da buradadır. 0, 0, 3 tane 1. 0, 0, 3 tane 1. 0, 1. 0, 0, 3 tane 1. Bunlar biraz səliqə yazaq. Tam birbirinin altına düşsün. Deməli 1, 2, 3, 0, 1 və 1.
Bu da 59'umuzdur bizim. Və bundan sonra bunları müqayisə edirik. Bizdən soruşur ki, 3-cü baytın mümkün olan ən böyük qiymətini tapın. Bax, fikir versək, 1, 2, 3, 4, 5 dənə. İlk 5 dənə bit, ilk 5 dənə bit. Hər ikisində eynidir. Bax, hər ikisində eynidir. İlk 5 dənə bit. Hər ikisində eynidirsə, bizdən mümkün olan ən böyük qiymətini soruşursa, biz mümkün olan qədər çox bir istifadə eləməliyik alınan nəticədə. Yəni, bir şəbəkəni saxlayır da özündə, yəni bir şəbəkəni göstərir. Biz də şəbəkənin maskasını axtarırıq və ona görə ən böyük qiymətini axtarırıqsa, mümkün olan qədər çox bir çıxartmalıyıq ortalığa. Burada da ilk 5 dənə eyni olduğuna görə ilk 5 dənənin altına, bax bura, 5 dənə biri rahat yaza bilərəm. 1, 1, 1 və sıfırları da eyni olduğuna görə bunları da 1 yazıram. Biz buna ekvivalensiya kimi baxa bilərik. Bax bu hissəyə, yəni məntiqi ekvivalensiya kimi baxa bilərik. Amma ekvivalensiyanı burada tam tətbiq eləmək olmaz. Çünki axırda yenə 2 dənə 1 var, onun da nəticəsi ekvivalensiyanı tətbiq eləsək, onun da nəticəsi 1 çıxar. Onda IP, ümumiyyətlə, maskanın yazılışı pozular. Maskanın yazılışında əvvəldə birlər var. Sonra isə əgər bir yerdə 0 başladısa, artıq ondan sonra 0 gələ bilməz. Ondan sonra hamısı 0 olmalıdır. Yəni, bax, fikir verin. Buradan 0 başlayır. Bax, bu hissədən 0 başlayır. 1, 0, 2 dənə fərqli dəyərdir. Nəticəsi 0. Və bundan sonra avtomatik nə olur olur? Hamısı, nə olur olsun, hamısını 0 düzməliyəm. Məcbur. Yəni, burada baxmayaraq ki, 2 dənə eyni dəyər var. 1, 1. Onun əvəzinə mən 1 yaza bilərəm bura. Amma elə olanda maskanın qaydası pozulur. Maskanın yazılış qaydası pozulur. Ona görə 0-ın başladığı yerdən qalan nə varsa hamısına 0 yazıram. Birinci 0-ın başladığı yerdən sağda nə qalırsa hamısına 0 yazıram. Və alınan bu nəticə artıq maskanın 3-cü baytının, biz 3-cü baytlar idi də bunlar. 61-dən 59 idi. Alınan bu nəticə maskanın 3-cü baytının deməli, qiyməti olacaq. Və bunu mən onluq say sistemində keçirdirəm. Deməli, 0, 1, 2, 3, 4, 5, 6. Dəqiq yazdım. Yox, 5 dənə 1 olmalıdır burada. 1, 2, 3, 4, 5 dənə 1, 7. Aha. Deməli, 1 vurulsun 2, 7, yəni 128. Üstə gəlsin 206, 64, üstə gəlsin 205, 32, üstə gəlsin 204, 16, üstə gəlsin 203, 8. Qalanları 0'dır. 128, 64, 192, 32, 224, 16, 400, 240, 240, üstünə 8 gəlində olur 248. Vəssalam. Maskanın soldan 3-cü baytının qiyməti bax budur. 248.